Dövlət nəzarətindən kənarda harda dini təhsilə cəlb edilən insanlar varsa, bu da insan alveri kimi qiymətləndirilməlidir. Bu sözləri Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa deyib. Məsələ ilə bağlı News 24-də danışan millət vəkili sosial şəbəkələrdə bununla bağlı əsaslı bir məlumatın yayıldığını deyib. Bir əsaslı məlumat ki, məktəblərin birində valideynlər vəsait ödəyərək qeyri-rəsmi məktəb direktoruna öz uşaqlarını məktəbdən kənarda dini təhsil almasına göz yummasını istəmişlər və bunu da gerçəkləşdirmişlər. Biz buna təhlükə kimi baxırıq, çünki dövlətin nəzarətindən kənarda hardasa dini təhsil almaq yol verilməzdir. Təbii ki, insanlar inançlarına görə belə bir təhsil ala bilərlər, bu onların hüququdur, amma bunu dövlətin nəzarətində olan və lisenziya almış təhsil ocaqlarında gerçəkləşdirməlidirlər. Əks halda bu nəzarətdən kənar hansısa bir formada başqa məqsədlər üçün insanların yetişdirməsinə gətirib çıxara bilər. Həm də burada uşaqların iradəsi nəzərə alınmır, valideynlərin iradəsi. Valideyn məsələn ola bilsin ki, hansısa bir radikal düşüncəyə sahib insandır, amma uşaq sağlam böyüyən bir uşaq olacaqdır. İndidən onun harasa yönləndirilməsi ciddi bir təhlükə yaradır. O baxımdan biz də bunu qaldırdıq ki, bu insan alveri kimi xarakterizə olunmalıdır. Çünki insan iradəsinə zidd olaraq onu hansısa bir məktəbə yönəldilər və digər tərəfdən uşağın məktəbdən aralanması da yol verilməzdir. Bu, çünki biz əksinə uşaqları məktəbə bağlamalıyıq. Əgər hansısa bir dini təhsillə bağlı, dini məsələləri anlamaqla bağlı məktəbdə bilgi vermə imkanı varsa, bunu da verməliyik. Həyat dərsi var və başqa dərslər var, bu formada edilə bilər. Amma kənarda bunu təhsil almaq istəyirlərsə, dövlətin nəzarətində olan lisenziya verdiyi təhsil müəssisələrində öz inançlarına görə bunu həyata keçirə bilərlər.